İbn Adem, ey Adem'in evladı. El asluke fi hilqatike at-ta'a ve'l ibade. Senin yaratılış gayetin aslan ibadet üçündür. Li kavli Teala ve ma halaktul cinne vel insa illa liya'budun. Çünkü Rabbin Subhanahu ve Teala şüphesiz ki ben cinleri ve insanları yalnız bana ibadet etsin diye yarattım. Öyle değil mi? Deməli insanın əsl yaratılış gayeti, həmçinin cinlərin ibadet üçündür. Yani əsli odur ki, senin hayatın bütün hamısı ibadet olmalıdır. İbadetin de tərifini bildiniz. İster zahiri, ister batini, ister sözler, ister əməllər. Allah'a razı koyacak. Her bir şey ibadete çevrilebilir. Hatta senin mubah yuxun, mubah təbii ehtiyac olan qidalanmağın, içməyin de ibadet olabilir. Madem ki asilik değilse. Düzdür mü? Yani eğer insanın hayatının hesap elə ki 50% asilikdirsə, o zaman insan zalim sayılır. Neye göre? Çünkü onun əsl yaratılma gayesi ibadet üçün idi. Bəs onun hayatının cəmi cümlətanı 15% taatdən ibarətsə, zülm bir o kadar çoxdur. Və yaxud da ki, bunun da siz şahidisiniz ki, Allah'ın neçə qulları var, könülsüz qulları. Onların hayatı baştan ağa üsyan ve tuğyanına ibarettir. Hayatlarında Allah'tan başka herkes var. Her şey var. Herkese ve her şeye yer var. Allah'a yoktur. Yok değil kullar, ne çoxdur onlar ve onlar çoxluq təşkil edir üstündə. Onlar Allah-u Teala'nın cehennem üçün xəlq etdiyi Adem'in zürriyyətidir. Hayat 100'den 100 asilik. Çünkü iman yoktur. Həmçinin buna qiyas eləmək olar o kəsləri ki, Allah'ı unutublar. Ya da başka bir təbirlə Allah özünü onlara unutturup. Onlar Allah'tan uzaq düşüblər. Onların da hayatında taat çok azdır. Asilikler çoxluq təşkil edir. Belə olduğu halda sen en böyük zalimsan. Hem nəfsinə qarşı, hem de Mevlan Sultanın Rabbi İzzət Cəlal sahibine qarşı. Zülmün tərifini xatırladıram. Hətta bilək ki, bu nə deməkdir? Deməli, sənin əslin, yaratılma qayetin ibadət üçündür. Düzdürmü? Baxın, biri xurmadır, qara xurmadır. Əcvə xurmasını gördünüz. Biri də kömürdür, köz. Tamam. Ama biraz sönməyə yaxındır. Biz bu maqqaşdan sönməkdə olan köz kömürü nəlbəkinin içine qoysaq, xurmanı oradan götürüb manqala qoysaq, ona deyirlər zülüm. Çünkü zulmün tərifi bir şeyi qeyri yerine koymaktır. Zulmün tərifi bir şeyi qeyri yerine koymaktır. Yani düz olmayan yere, hak etmediği yere səhv koymaktır. Neticede adam gelir mangaldaki qara közü zənnədərək üfürür ki o qızsın. O da qızmaq bilmir. Sen de qıraqdan gülürsən. Ve sonra gelir ki iftarını açmağa, barmağıyla xurmanı götürəndə əslində nədir o? Kömür, köz, barmağını, əlini yandırır. Bakın iki oxşar şey, yerleri səhv olduğuna göre bu zulmün tərifini misaldır. Sen zulm etmiş oldun. Allah Teala seni özü için yaratmıştı. Onu təkləşdirəsən. Sense onu təkləşdirməkdən başka her şey seçtin. Allah özü için yaratmıştı ki yalnız ona ibadet eləyəsən. Hatta sen ey mümin bende, senin hayatında Allah için yer çok azdı. Yoksa öyle değil. Yapmaraq şu hayatımıza bir baxaq. İndi size bir hədis gətirəcəm. Hədisi İmam Əl-Mərvəzi rahimehullah gözəl isnadla çıxardıb. İbn Kəsir də bunu təfsirində isnadını təsdiqləyir. İsnaduhu la bə'sə fihə deyir. Hədis möhtəşəmdir. Elə bir hədisdir ki, həqiqətən qəlbləri ürpədən, həqiqətən insanın əqlini hərəkətə gətirən möhtəşəm bir hədisdir. Deyir ki, lillahi mələikətən. Allahın mələkləri var. Yaratılan gündən, yani mələkin yaratılan gündən bunlar səcdədədirlər. Səcdədən qalxmırlar. İlə yevmil qiyamə. Qiyamət gününə kimi. Yadda saxladınız. Bir sinif mələklərdir. Bunların missiyası, vəzifəsi ancaq buna ibarətdir. Yaratılan gündən, həmin mələk yaratılan gündən Allah bilir ha vaxt yaratılıb. Mələyin yaratılma günü bilirsiniz. Bizim günlərlə deyil ki.
Bizim dünyayla əlaqəsi yoxdur ki. O mələklər, o sinif mələklər, səcdə olan mələklər yaratılan gündən səcdədədir. Səcdədən qalxmırlar. Heç birisi onlar neyinlər səcdə? Elə birisi səcdədə yatırlar, mürgülürlər, dincəlirlər. Subhanallahi bihamdi, subhanallahil azim, subhanallahi bihamdi, subhanallahil azim, subhanallahil cebarut vel melekut vel kibriya vel azama, subbuhun kuddusun rabbun melaiketi ve ruh, la ilahe illallah. Subhanek, subhanek, subhanek. Fasilesiz tesbihler. Fasilesiz, fasilesiz ila yevmil kıyame. Hadisin devamında. Diğer sinif melekler var ki onlar rukudadlar. Yaratılan günden. Yani bu melekler ikinci sinif. Onlar da yaratılan günden rukudadlar. Rukudan kalkmırlar. Kim için rukudadlar? İzzet ve celal sahibinin huzurunda. Ha vaxt kalkacaklar sure üfürülenden sonra. Kıyamet kopandan sonra. Bunlar da rukuda elə belə dincərmirlər. Bunlar da rukuda fasiləsiz təsbihirlər. Subhanallah, subhanallah, subhan rabbil azim ve bihamdih, subbuhun kuddusun rabbul melaiketi ve ruh, subhane zil cebarut vel melekut vel kibriya vel azama, la ilahe illallah, la havle ve la kuvvete illa bik. Ve yani növ tesbihatlar iller, növ ta'zim ve iclal gösterirler. فَاِذَا قَامَتِ الْقِيَامَةِ Kıyamet kopanda نَظَرُ ilallah. Allah-u Teala'ya başlarını kaldırıp bakacaklar. Tamaşa edecekler. İlk defa bu baş verende kıyamet günü. Ki başlarını kaldıracaklar. Bakanda bize ne diyecekler? Üzr isteyecekler. Diyecekler ki مَا عَبَدْنَاكَ حَقَّ ibadetik وَمَا قَدَرْنَاكَ حَقَّ قَدْرِك. Yani üzr istedik ey Rabbimiz sana hakkıyla ibadet edebilmediğimize göre ve sana hakkıyla ta'zim ve tekdir ve celalet, iclal ve hakkıyla sana değer verebilmediğimize göre özür istedik. Yani Allah Teala'nı görenden sonra bilecekler ki bu fasilesiz, aramı kesilmeyen, yaratılan günden kıyamete kimi olan secde yine de Allah Subhanahu Teala'nın hakkını verebilmedi. Allah Teala'nı görenden sonra. O burslar diğer. Burada ne fayda var? Burada ne fayda var? Burada o faydanı gösterir ki ya uhay, Mehmet kardeşim, hiçbir zaman ibadetlerinle mağrur olma. Övünme, lovğalanma. Ben böyle xeyriyyətçiyəm, ben böyle ömrəyə gönderdim, həcə gönderdim, böyle iftarlar verdim, böyle işler gördüm, böyle ihsan əməllər gördüm, ben bu kadar teheccüdüm, ben bu kadar hatmım, ben bu kadar işlerin, sen hiç ne yoktu. Əslan sen ve senin ibadetlerin Allah'ın özünündür ve Allah Subhanahu Teala əsla sənə ve senin ibadetlerden müstağına olan As-Samed el-Ferdellezî lem yelid ve lem yulad, mühtaç olmayandır. Ve sen ne kadar ibadet elesen Allah Subhanahu Teala'nın əslində hakkıyla təqdir edebilmezsen. Yani həmin mələkləri həmişə xatırla, səcdədə olan, digərləri rükuda olan, onları xatırladığında biləcəksən ki, sen Allah-u Teala'yı hiçbir zaman hakkıyla təqdir edebilmezsen. Hiçbir zaman ona hakkıyla ibadet edebilmezsiniz. Bakın, secde müstemir, devamlı, aram kesilmeden, yaratılış gününden kıyamete kimi. Ruku müstemir, devamlı, aram kesilmeden, özde tesbihatlarla. Yaratılış gününden kıyameti günü. Netice üzr istilik alınmadı. Gördünüz? Secde aram kesilmeden, özde fasilesiz, özde tekbir, teclil, ta'zim, tesbih, takdis fasilesiz. Ruku fasilesiz. Netice üzr istilik, yani hakkıyla tekdir edebilmediğimize göre, özür istirik, hakkıyla ibadet edebilmediğimize göre. Ve burada diğer bir rivayette isnadı zayıf da olsa mana cihetten İbn Kesir rahmetullah İbn Vekkay ve diğer alimler bunu fayda babına getirir. Bir kişi bir adaya düşür. Ve o adada hemşelik almak olur. Ve ne yer? O adada özünü ibadete hasır edir. Gündüzleri oruç tutur, adadaki meyvelerden yiyir, sonra düşür aşağıdaki çaydan sudan içir. Akan çaydan, akar sudan içir. Geceleri de ibadet edir. Gündüzleri oruç, geceleri ibadet. Ve Allah Teala bunun ömrünü 500 ile kim artırır? 500 il müddetinde bu insan fasilesiz ibadet edir. Kıyamet günü Allah Teala meleklerine kulumu rahmetim ile cennetime salın. Diyecek ey Rabbim,
bəs əməlim? Allah Subhanahu teala təzədən ondan soruşacaq. Rəhmətimlə. Yox, yox, ya Rabbim, bəs əməlim? Əməlimlə. O zaman mələklər durun. Qulumun əməllərini ölçün. Və əməllərini ölçəcəklər, görəcəklər ki, Allah-u Teala'nın Əl-Vahibil Vahhab, hər şeyi bəxş edən Allahın ona bəxş etdiyi nemətlər arasında yalnız bir neməti ödeyə bilib, bir gözünü. Yəni 500 il fasiləsiz gecə gündüz ibadət yalnız bir gözün şükrünü ödeyə bilib. Bəs ikinci göz, bəs qaş, bəs kipriklər, bəs dəri, bəs ət, digər orqanlar, içində daxili orqanlar, xarici orqanlar, yediklərin, içdiklərin, bütün təbiət sənin üçün yaratılıb. Günəş sənə görə doğur, günəş sənə görə batır, ay sənə görə doğur, külək sənə görə əsir, dəniz sənə görə ləpə vurur. Bunları saysaq neyniyək? Və bu insanın haqq etdiyi, əməlinə görə haqq etdiyi nə idi? Oda aparılmasıydı. Və mələklər ona oda aparanda o bir baxışla Allaha baxacaq. Bir yazıq baxışla, bir həsrət baxışla. Allah Subhanahu teala o baxışı soruşacaq ki, niyə belə baxırsan? Ya Rab, mərhəmətinlə. Allah Teala qayıdacaq ki, mərhəmətimlə salın. Təzədən onu cənnətinə salacaq. Subhanallah, həqiqətən biz Allah Teala'nı haqqı ilə təqdir edə bilmərik və haqqı ilə onun şükrünü verə bilmərik və haqqı ilə ona ibadət edə bilmərik. Allah Teala'nın nemətləri bizə sonsuzdur. Sonsuzdur və insanlar bunu dərk eləmir. Allah Subhanahu teala az da olsun eşidənlər üçün faydalı etsin. Hədə və sallallahu və səllim alə nəbiyinə Muhammed və alə alihi və sahbi ecmain.